Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Əgər bu kanalda yenisinizsə, abunə olub mənə dəstək olmağı unutmayın. Çünki bu kanalda həm real həyat hekayələri, həm motivasiya, həm də müəllimlik yolunda sizə kömək edəcək çox faydalı mövzular paylaşacağam. Bugünkü mövzumuz çox aktualdır və demək olar ki, minlərlə müəllim olmaq istəyən gənci düşündürür. MİQ, yəni müəllimlərin işə qəbul imtahanı artıq əvvəlki kimi pulsuz deyil. İndi bu imtahana girmək üçün 60 manat ödəniş tələb olunur. İlk baxışda bu sadəcə bir dəyişiklik kimi görünə bilər, amma əslində bunun arxasında çox ciddi suallar dayanır. Bu qərar doğrudan da düzgün addımdır, yoxsa bu bəzi insanların yolunu çətinləşdirəcək? Gəlin biraz daha dərindən baxaq. Əvvəllər imtahan pulsuz idi və bu hər kəs üçün əlçatan idi. Kim istəyirdisə heç bir maddi maneə olmadan imtahanda iştirak edə bilirdi. Amma bunun bir tərəfi də var idi ki, bəzi insanlar heç hazırlaşmadan sadəcə baxım görüm suallar necədir deyə imtahana girirdilər. Bu da həm sistemdə sıxlıq yaradırdı, həm də həqiqətən hazırlaşanların rəqabətini çətinləşdirirdi. İndi isə 60 manat ödəniş tətbiq olunub. Bu nəyi dəyişir? Bir tərəfdən baxsaq, bu məbləğ insanları daha məsuliyyətli edir. Yəni artıq hər kəs düşünərək qərar verir. Mən doğrudan hazırlaşıram. Bu isə imtahana daha ciddi yanaşma yaradır. Digər tərəfdən isə belə bir sual ortaya çıxır. Hamı üçün bu 60 manat eyni dəyərdədirmi? Bəlkə də bir çoxları üçün bu adi bir məbləğdir. Amma elə insanlar da var ki, bu pul toplamaq onlar üçün çətindir. Xüsusilə də yeni məzun olanlar, işləməyən gənclər, ailə yükü olanlar üçün. Bir də təsəvvür eləyin ki, bir nəfər ilk dəfə imtahandan istədiyi nəticəni ala bilmir və yenidən cəhd etmək istəyir. Bu halda hər dəfə imtahana girmək üçün 60 manat pul ödəməlidir. Bu isə artıq həm maddi, həm də psixoloji yük yaradır. Digər tərəfdən də belə düşünənlər var ki, müəllimlik çox məsuliyyətli bir peşədir və bu sahəyə gələn insanlar müəyyən filtrlərdən keçməlidirlər. Ödəniş də bu filtrlərdən biri kimi qəbul edilə bilər. Amma burada çox incə bir xətt var. Müəllim olmaq istəyən bir insanın qarşısına maddi maneə qoymaq nə dərəcədə doğrudur? Bəlkə də ən yaxşı variant belə olardı. Maddi imkanı zəif olanlar üçün güzəştlər tətbiq edilsin. Məsələn, tələbələrə, az təminatlı ailələrə endirimlər və ya tam azad olmalar olsun. Çünki istedad və savad pulla ölçülməməlidir. Sonda isə hər şey bir düşüncəyə gəlir. Bu 60 manat sadəcə bir ödənişdir, yoxsa bu insanların arzularına qoyulan bir filtrdir? Bəlkə də bu dəyişiklik bəzilərini daha güclü edəcək, bəzilərini isə yolun əvvəlində saxlayacaq. Mənim fikrimcə bu mövzuda hər kəsin yanaşması fərqlidir və bu çox normaldır. İndi isə söz sizdədir. Sizcə MİQ imtahanının ödənişli olması düzgün qərardır? Bu keyfiyyəti artıracaq, yoxsa fürsətləri azaldacaq? Siz olsaydınız bu sistemi necə qurardınız? Fikirlərinizi mütləq şərhlərdə yazın, oxuyacağam və cavablandıracağam. Əgər belə mövzular xoşdursa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.